Nəsrəddin Tusi adına məktəb liseyin şəhid baş leytenant Nəsibov Elməddin Süleymanoğlu'nun sinif adından çıxış elədik. Süleyman əmi, Mələkə xala, eləcə də bütün burada eləşən şəhid ataları, şəhid anaları, hər birinizi salamlayıram. Hər birinizin qarşısında baş əyirəm. Bu cür tədbirlərdə çıxış eləmək həm çox qürur vericidir, həm də çox həyəcanlıdır. Allah'tan sizlərə səbir diləyirəm. Allah sizə səbir versin, can sağlığı versin. Evlatlarınızın ruhu şad olsun. Yeri cənnətdir. Sizləri şəhid atalarının, şəhid analarının başları həmişə ucadır. Başınız həmişə uca olsun. Çünki sizin evlatlar Azərbaycan xalqının başını uca ediblər. Azərbaycan xalqı artıq rahat yaşaya bilir. Bir xalq kimi dünyada özümüzü tanıda bilmişik. Bunun üçün biz sizin evlatlara borçluyuq. Bunun üçün biz qazilərə borçluyuq. Allah şəhid valideynlərinə can sağlığı versin. Evlatlarına Allah rəhmət eləsin. Ruhları şad olsun. Qarşınızda hər birinizin qarşısında baş əyirəm. Allah sizə səbir versin. Biz də bacardığımız qədər çıxış elədik. Çox yaxşı, çox sağ olun. Hə, bir dənə də qız özü yazıb. Əhsən sənə qızım. Başdan danış. Bilirəm bu gün şəhid olmusan, bu gün həmin gündür dəfn edildin sən. Lakin ölməyəcəksən, qəlbimizdə yaşayacaqsan. Başımızı uca, boynumuzu bükük etdin, şəhid Elməddin. İndi cənnətdə sən yoxsan dünyada, lakin hər zaman qəlbimizdə yaşayacaqsan, şəhid Elməddin. Məkanın cənnət olsun deyirik, amma sözsüz ki məkanın cənnətdir sənin. Səni unutmuşuq deyə bilmərik. Sən unudulmayacaqsan, unudulmazsan. Əhsən qızım, əhsən. Əhsən. Allah sənə can sağlığı versin. Sağ olsun müəllimə, məktəb heyəti, məktəb rəhbərliyi ki, belə vətənpərvər evlatlar yetişdirirlər. Dayın qoydursunlar.